Naxçıvanın bərəkətli torpaqları bu dəfə fərqli bir rəngə bürünüb. Babək rayonunun Zeynəddin kəndində Muxtar Respublikanın kənd təsərrüfatı sahəsində daha bir yenilik olan böyürtkən və moruq bağı salınıb. Sahibkar Vətən Abbasov öz ailə təsərrüfatında böyük risk və zəhmət hesabına unikal bir bağ ərsəyə gətirib. Hazırda Babək rayonunun Zeynəddin kəndinin ərazisində yerləşən və Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq məhz burada 1,2 hektardan artıq bir ərazidə salınmış böyürtkən və moruq bağındayıq. İndi məhsul yığımı üçün hazırlıq işlərinə start verilir və onu da qeyd edək ki, bu bağda 6000 böyürtkən tingi ilə yanaşı 4000 moruq tingi əkilib. 1,2 hektardan artıq geniş ərazini əhatə edən bu sahədə Muxtar Respublikada moruq və böyürtkəndən başqa çiyələk də yetişdirilir. Sahəyə iqlim xüsusiyyətləri nəzərə alınaraq 10 mindən çox tinq əkilib. Vaxtında göstərilən aqrotexniki qulluq isə artıq öz bəhrəsini verib. Biz bu bağı 3 ildir, zəhmətlə, əziyyətlə başa gətirmişik. Bu il məhsulu, bol məhsul gözləyirik. Gördüyünüz kimi hava şəraitimiz imkan versə, fəlakəti zadə olmasa, inşallah qəşəng məhsul çıxadacaq bazarımıza, Naxçıvan cəmaatımız da, xalqımız da yiyəcək, bizə çox təşəkkür edəcək. Biz də çox sevinəcəyik ki, əziyyətimiz hədər getmədi. Bu isə o deməkdir ki, vitamin deposu olan, tamamilə yerli və ekoloji təmiz moruq və böyürtkənlər yaxın vaxtlarda Naxçıvan bazarlarında alıcıların seçimi olacaq. Yerli istehsal həm də idxaldan asılılığı azaldacaq. Xosrov İbrahimov, Məryəm Bababəyli, Arzu Sadiqov, NTV Xəbər.